Aydındır. Bax, bu əl taram dartılmalıdır, bax aşağı. Gördünüz? Əlinizi qoltuğun altına salanda bu əli dartırsınız. Atandan sonra, dartandan sonra bu əli artıq salırsınız. Aydındır. Baş parmağı bacardığınız qədər. Nə qədər bacarsınız, yuxarıdan tutursunuz. Aydındır. Burada da yenə də ayaq üstə göstərdiyim kimi əl qoltuğun altından gəlir. Onu tutdunuz, dartırsınız. Almağa yer olmayacaq. Özünüzə yer açırsınız. Bunu dartıb, buradan əli salın. Aydındır. Əli saldınız qoltuğun altından. Bu əli tutdunuz. Boğazı tutandan sonra rəqibin bu kəmərini tutursunuz, rəqibi aşağı salırsınız. Dartırsınız bizə. Yerə salandan sonra bu əl gedir şalvara, özünüz keçdiniz böyrə, tutun. Boğmağı yedirsiniz. Alt ayaq mütləq qabağa. Arxa ayaq qabağa gedir. Bax, əl gəldi qoltuğun altından, gördünüz. Arxamız yerdə olmasın. Mənim arxam yerdədir, görürsünüz. Buna heç bir təzyiq göstərtmirəm bədənlə. Yəni, o biraz qalxa bilər, qalxacaq. Mütləq siz onu yuxarıdan, üzərinə baskı eləməlisiniz ki, o qalxmasın. Bütün çəkimizi verməlisiniz çiyninə. Üstünə çıxmalısınız. Arxanı bacarırsınızsa yuxarı qalxsın, bax. Mən artıq çəkim vermişəm onun üzərinə.